Daxili İşlər Nazirliyi kustar üsulla qurudulmuş narkolaboratoriya narkotik vasitələrin qurudulması üçün nəzərdə tutulmuş 3 istixanava görülməmiş miqdarda 28 kiloqrama qədər metadon aşkar edib. Tbilisidə və regionlarda mütəşəkkil cinayətkarlığa qarşı növbəti polis əməliyyatları keçirilib. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Hüquq mühafizə orqanları narkotiklərin yetişdirilməsi üçün lazım olan materialları ehtimal ki, narkotik satışından əldə edilmiş pul vəsaitini, avtomatik odlu silahları və sursatı da götürüblər. Bu cinayətlər 20 ilədək və ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. ABŞ-ın məxfi xidməti Floridada Donald Trumpa məxsus Mar-a-Lago iqamətgahının ərazisinə daxil olan silahlı şəxsi zərərləşdirərək öldürüb. 21 yaşlı Austin Tucker Martinsin üzərindən odlu silah, avtomobilindən isə benzinlə dolu qab aşkar edilib. O iqamətgahın ərazisinə qonaqlardan biri çıxarkən daxil ola bilib. Rəsmilərin bildirdiyinə görə, insident nəticəsində hüquq mühafizə orqanlarının heç bir əməkdaşı xəsarət almayıb. Məlumata əsasən hadisə zamanı Trump Floridada olmayıb. Geneva şəhərində ABŞ-İran danışıqları 26 fevralda keçiriləcək. Görüşdə nüvə sazişi ilə bağlı İranın detallı təklifi müzakirə olunacaq. Axios yazır ki, ABŞ rəsmilərinin sözlərinə görə hazırki diplomatik səylər ehtimal ki, Donald Trumpın ABŞ-İsrailin geniş miqyaslı hərbi əməliyyatına başlamazdan əvvəl İrana verəcəyi son şansdır. Bildirilir ki, tərəflər əsas nüvə razılaşmasında irəliləyiş əldə olunana qədər müvəqqəti saziş imkanını da nəzərdən keçirə bilərlər. Vladimir Zelenski BBC-yə müsahibəsində bildirib ki, Vladimir Putin 3-cü Dünya müharibəsini başlayıb və bu dayandırılmalıdır. O vurğulayıb ki, Ukrayna müharibəni qalib kimi başa vuracaq. Zelenski müvəqqəti atəşkəs naminə ərazi güzəştlərini də rədd edib. Onun sözlərinə görə, Donetsk bölgəsindən geri çəkilməyə cəmiyyətdə parçalanmaya səbəb olar və yüz minlərlə insan taleyin ümidinə buraxılır. Ukrayna ABŞ-dan konqres səviyyəsində təsdiqlənmiş yalnız prezidentin şəxsi mövqeyindən asılı olmayan uzun müddətli təhlükəsizlik zəmanətləri istəyir. Lvov şəhərində baş verən partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, 24 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir. Ukrayna prezidenti bildirib ki, terror aktının arxasında Rusiya dayanır və cinayətkarlar Telegram vasitəsilə cəlb olunub. O, yerli icmaların liderləri və dövlət qurumlarının daha fəal olmasının vacibliyini qeyd edib. ABŞ-da güclü qış fırtınası səbəbindən bir neçə ştatda fövqəladə vəziyyət elan edilib. New York City-də bütün məktəblər bağlanıb. Nəqliyyatın hərəkəti dayandırılıb. Minlərlə reys ləğv olunub. 3500-dən çox uçuş ləğv edilib. Yüzlərlə reys gecikib. New Jersey ştatında da fövqəladə vəziyyət elan olunub. İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Rəsmilərin sözlərinə görə bu 1996-cı ildən bəri ən güclü qasırğa ola bilər. Qış Olimpiyadası başa çatıb, bağlanış mərasimi açıq havada keçirilib və hərəkətdə gözəllik adlandırılıb. Tədbir İtaliya mədəniyyəti, incəsənəti və müasir texnologiyalarını birləşdirib. Mərasimdə Gürcüstan nümayəndə heyəti də iştirak edib. 2026-cı il Olimpiyadası gürcülər üçün tarixi olub. Anastasiya Metelkina və Luka Berulova fiqurlu konkisyürmədə cütlüklər arasında ikinci yeri tutaraq ölkəyə ilk medal qazandırıblar. Medal sayına görə liderliyi Norveç qoruyub. Meksikada təhlükəsizlik qüvvələri ən böyük narko kartellərdən birinin rəhbəri El Mencho öldürülüb. Meksika Müdafiə Nazirliyi bildirib ki, əməliyyat xüsusi təyinatlar, hərbi hava qüvvələri və Milli Qvardiya ilə həyata keçirilib. Hadisədən sonra Meksikanın bir neçə ştatında ixtişaşlar başlayıb, yollar bağlanıb və avtomobillər dayandırılıb. Puerto Vallartada bəzi uçuşlar ləğv olunub. 59 yaşlı keçmiş polis böyük cinayət şəbəkəsinə rəhbərlik edirdi və ABŞ narkotik daşımasında ittiham olunurdu. ABŞ onun tutulması üçün $15 milyon mükafat təyin etmişdi. İranda tələbələr hökumətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər. Yürüyüş Şərif Texnologiya Universiteti kampusundan başlayıb. Toplaşanlar əvvəlki aksiyalar zamanı həlak olanların xatirəsini yad edib və saxlanılanlara dəstək ifadə ediblər.
Gürcüstanın Daxili İşlər Naziri səfərlə Qazaxıstandadır. Prezidentlə görüş və Qazaxıstanın Daxili İşlər Naziri ilə iki tərəfli danışıqlar planlaşdırılır. Nazir nümayəndə heyəti ilə birlikdə Daxili İşlər Nazirliyinin bölmələrini də ziyarət edəcək və onların fəaliyyəti ilə yerində tanış olacaq.